feminizm budur. Onun kökündə çox yaxşı bir ideya vardı ki, qadın seçim hüququ bərabər olmalıdır, yeni yaradanda. Əslində feminizm çox balaca bir, gözəl barlı bir ağacıdır. Hansı ki, dedik, qadınların da seçim hüququ olmalıdır, qadınlar kişi zorakılığına məruz qalmamalıdır, onun hüquqları qorunmalıdır. Lakin sonra bunun üstünə bu liberal, sosial demokratiya, kommunistlər, trotskistlər o qədər zirzibil yığdılar ki, onun ətrafına. İndi 14 yaşlı qız Kanadada gedib deyə bilər ki, mən oğlanam və məni pubertat blokadırlarına oturdun. Və məhkəmə valideynin razılığı olmadan onu oğlan etməyə məcbur etdirəcəkdir klinikanı. Eyni şey də hər yerdə belədir. Dinə gələndə, siz əgər dinin balansına baxsaq, nə deyir ki, oğurlama deyir, özünü dürüst apar ki, öldürmə, oğurlama, haqq yemə və çox yaxşı dəyərləri var. Amma hansı bir müsəlman ölkəsində yaşamaq istəyər. Sünnilər və şiələr Ramazan bayramının vaxtını razılaşdıra bilmirlər, namaz vaxtını razılaşdıra bilmirlər, ayaqlarını hardan sürtsünlər ya da yusunlar razılaşdıra bilmirlər. Manipulyasiya olmayın xanımlar və biz, Fazilə xanım, avangardda getməliyik. Mən sizə çağırış edirəm ki, bu sizin müdriksiniz, siz dünya görmüşsünüz, siz anlamısınız, görmüşsünüz artıq. Həmin bu 25 yaşlı qızlara nəsihət lazımdır, müdrik ana obrazı lazımdır. Çünki əksər onların valideynlər özləri də infantildir, ataları da infantildir, anaları da infantil, öyrətmirlər uşaqlarına. Qadının həqiqi xoşbəxtliyi, həqiqi seçim azadlığı nə deməkdir? Mən bunu deyəndə qıcıqlanırlar. Deyirlər, sən kimsən ki, sən qadın barədə danışırsan? Müşfiq müəllim deyəndə sən kimsən ki, sən dindarsan? Amma sizdən bu mesajlar gəlsə, düşünürəm ki, qadınlarımız daha çox empatiya ilə qəbul edirlər. Proqramı yekunlaşdırırıq.